Afaq cəmilə 10, lətifəyə 3 manat, cəmil isə lətifəyə 4 manat verəndən sonra burada bu şəxslərin pulunu müqayisə edirik. Onda mən onların ilkin pulunu A, C, F, L şəklində qeyd edirəm. Afaq cəmil lətifə. Yəni A afaqın puludur, C cəmilin, L lətifənin. Afaq cəmilə 10 manat verdi. Onda afaqın pulundan 10 manat çıxıram. Və cəmilin pulunun üzərinə gəlirəm. Afaq cəmilə 10, lətifəyə 3 manat verdi. Onda afaqın pulundan 3 manat da çıxıram. Lətifənin pulunun üzərinə 3 manat gəlirəm. Cəmil isə lətifəyə 4 manat verdi. Onda cəmilin pulundan 4 çıxıram. Cəmilə 10 manat gəlmişdi, 4 manat getdi. Lətifənin pulunun üstünə 4 gəlirəm. Bunlardan sonra afaqın pulu cəmilinkindən 10 manat, lətifəninkindən 16 manat çox oldu. Bu cümlələri keçməmiş, gəlin bu toplama çıxmanı sərgiyə salaq. Çıx 10, çıx 3. Bu oldu A çıxılsın 13. A çıxılsın 13. Üstə gəl 10, çıx 4. Bunu dəyişirik, eləyirik üstə gəl 6. Lətifənin pulunda üstünə 3 gəldi və 4 gəldi. Bu da olur üstə gəl 7. Deməli, lətifənin pulunda üzərinə 7 manat gəlinir. Çünki 3-ünü afaq verdi, 4-ünü cəmil. İndi deyir ki, afaqın pulu cəmilinkindən 10 manat çox oldu. Yəni A çıxılsın 13, cəmilin pulundan 10 manat çox oldu. Belə yazırıq. A çıxılsın 13 bərabərdir. Cəmilin pulu üstə gəl 6, onsuz var idi. C üstə gəl 6, bu cəmilin puludur. 10 manat çox olduğu üçün cəmilin pulunun üstünə 10 manat gəlirəm ki, bərabərləşsin. Rəqəmləri yığıram bir yerə. A bərabərdir. 13 getir, 13 o bir tərəfə keçir. C üstə gəl 6, üstə gəl 10, üstə gəl 13. Eləyir 29. Eyni şey cümlənin davamına baxaq. Afaqın pulu lətifəninkindən 16 manat çox oldu. A çıxılsın 13 bərabərdir. Lətifənin pulunun üstünə 16 gələcəm. L üstə gəl 7, üstə gəl 16. Burada da 13-ü keçirəm o bir tərəfə. A bərabərdir. 16 ilə 7-ni toplayanda 23. 13-ü də o tərəfə keçirəndə 36. A bərabərdir. L üstə gəl 36. Bizdən soruşur ki, əvvəlcə cəmilin pulu lətifəninkindən nə qədər çox idi? Yəni, əvvəlcə deyəndə ən başda cəmilin pulu C idi, lətifənin pulu L. C ilə L-nı müqayisə eləməyimizi istəyir. Burada da biz belə bir şey almışıq ki, A bərabərdir C üstə gəl 29, A bərabərdir L üstə gəl 36. İkisi də A-ya bərabərdirsə, deməli, elə bir-birinə də bərabərdir. C üstə gəl 29 ilə L üstə gəl 36 bir-birinə bərabərdir. Onları bərabərləşdirirəm. Müqayisə eləmək üçün də ədədləri yığıram bir yerə. C bərabərdir L üstə gəl 36 çıx 29. Eləyir L üstə gəl 7. Deməli, C bərabərdirsə L üstə gəl 7-yə. Deməli, cəmilin pulu lətifənin pulundan 7 manat çox imiş. E variantı.